Paşinyan Rusiyanın adamlarını oyuna gətirdi. İrəvandakı həbslərin gizlədilən qaranlıq tərəfi. Hakimiyyətə gəldiyi gündən Apostol kilsəsi ilə ulduzu barışmayan baş nazir Nikol Paşinyan illərdir davam edən qarşıdurmada son nöqtəni qoymağa çalışır. Uzun müddətdir kilsəni Rusiya ilə əməkdaşlıqda, hakimiyyəti dəyişmək üçün siyasi manipulyasiyada ittiham edən hökumət başçısı artıq qarşıdurmada həbslərə start verib. Bir neçə gündür ki, İrəvanda sular durulmuş. Ötən gün hökumətin nəzarətində olan media arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə deyə hərəkatın çevriliş planlaşdırdığına dair sənəd üzə çıxarıb. Bu sənədin media sızmasından dərhal sonra baş nazir Nikol Paşinyanın göstərişi ilə hüquq mühafizə orqanları Baqrat Qalstanyanın başlatdığı müqəddəs mübarizə hərəkatının və Daşnak-Sütun partiyasının üzvlərinə qarşı reydlər keçirirlər. Artıq Baqrat Qalstanyanla yanaşı onlarla insan saxlanılıb. Hərəkatın lideri haqqında 2 aylıq həbs qəti imkan tədbiri seçilib. Sözü gedən şəxslər hakimiyyəti zorla ələ keçirməkdə və terror aktı hazırlamaqda ittiham edilirlər. Baqratla yanaşı onun köməkçisi Movses Şarbatyan da saxlanılıb. Bütün bu hadisələr uzun müddətdir kilsə və hakimiyyət qarşısında gedən qarşıdurmanın pik mərhələsi hesab edilir. Bir neçə gün əvvəl bütün ədəb çərçivələrini aşan baş nazir kilsə xadimlərinin sünnət edilmədiyini sübut edəcəyini dedikdən sonra tərəflər arasında gərginlik daha da artmışdı. Maraqlıdır ki, İstintaq Komitəsi axtarışlar nəticəsində üzə çıxdığı iddia edilən sənədi yayıb. Amma bu sənəd bir gün əvvəl Vətəndaş qəzetinin dərc elədiyi həmin sənəddir. Qəzetin dərc elədiyi sənədin üzərində tarix göstərilməsə də, İstintaq Komitəsinin yaydığı sənədin 2024-cü ilə aid olduğu üzə çıxıb. Yəni, hüquq mühafizə orqanları ötən il üstünü açmalı olduqları cinayəti bu il açıblar. Plan icra olunmadığı təqdirdə belə həbslər dalğasına start verilib. Baş verənlər isə göstərir ki, Paşinyan kilsə və hərəkatdan qorxur. Onları real təhlükə kimi görür. Eyni zamanda vurğulamaq lazımdır ki, son ay baş verən qarşıdurmadan sonra kilsə müxalifətə və xalqa müraciət edərək baş naziri devirməyin yeganə çıxış yolu olduğunu bildirib. Təbii ki, uzun müddətdir kreslo eşqi və revanşizm hissləri ilə alışıb yanan müxalifət, xüsusən də Daşnak-Sütun, respublikaçılar bu çağırışa qoşulublar. Eyni zamanda Baqrat Qalstanyan da bir neçə müddətdir ciddi küçə mübarizələrinə start verəcəyini, Paşinyanı devirənə qədər davam edəcəyini bildirib. Müxalifətin də ona dəstəyi hakim partiyada müəyyən planların qurulmasına və həbslər dalğasına rəvac verib. Ehtimal eləmək olar ki, bu həbslərlə hakim partiya cəmiyyətdə qorxu mühiti yaratmaq istəyir. Bununla da müxalif fikirli insanları başqa istiqamətə yönəltmək nəzərdə tutulub. Çünki Ermənistanda son dövrlər narazılıq mühiti pik həddə çatıb. Samvel Karapetyanın həbsi, kilsəyə qarşı kampaniya kimi məsələlər ciddi narazılıq yaradıb. Təbii ki, burada xarici xüsusi xidmət orqanlarının da dəstəyi var. Samvelin birbaşa Rusiyanın adamı olduğunu və strateji Ermənistan elektrik şəbəkəsinin rəhbəri olduğunu nəzərə alsaq, mənzərə tam aydın olar. Sir deyil ki, belə bir şirkət ciddi təsir rıçağıdır. Hatırlamaq lazımdır ki, 2015-ci ildə elektrik enerjisi tariflərində cüzi artım Ermənistanda böyük xaosa səbəb olmuşdu. Bu səbəbdən də Paşinyan Karapetyanı həbs edərək şirkəti milliləşdirmək, Rusiyanın təsir rıçaqlarını zəiflətməyi hədəfləyib. Seçki ərəfəsində bu təsir rıçağı 100 minlərlə narazı insanın küçələrə axışması deməkdir. Eyni zamanda qeyd etmək yerinə düşər ki, çevriliş planının qarşısını almaq üçün əməliyyatın da vaxtı təsadüfi seçilməyib. Əslində Paşinyanın göstərişi ilə hüquq mühafizə orqanları 2 ilə yaxındır ki, Baqratı izləyir və müəyyən məlumatlar toplayırlar. Dövlət çevrilişinin qarşısını almaq üçün əməliyyatı indi Paşinyan Samvel Karapetyanı həbs etdiyi bir vaxtda keçiriblər. Ehtimal eləmək olar ki, Paşinyan Karapetyanın həbsinin ciddi nəticələrə səbəb olacağını anlayıb və onunla bağlı bütün mümkün ssenarilərin qarşısını almaq üçün çevriliş əməliyyatları ilə Karapetyan mövzusunu gözdən salmağa, diqqəti başqa məcraya yönəltməyə çalışır. Maraqlıdır ki, baş verənlərdən sonra belə 2-ci Qaregin vəziyyətin gərginləşməsinin əleyhinədir və çox ehtiyatlı davranır. Məsələn, o vəkillərin, din xadimlərinin iştirakı ilə keçirilən dəyirmi masanın əleyhinə idi, onu çox çətinliklə inandırdılar ki, bunda qəbahət yoxdur. Belə bir şey təşkil olunmalıdır. O, Samvel Karapetyanın açıqlama verməsinin əleyhinə də olub. Baqrat Qalstanyan da ifadəsində yayılan səs yazılarının saxta olmadığını etiraf edib. Çünki müxalifət bu səs yazılarının süni intellektlə düzəldildiyini iddia edirdi. Paşinyan istər siyasi, istərsə də mənəvi müqavimət ocaqlarını zərərsizləşdirməyi konkret məqsəd olaraq qarşısına qoyub. İşin maraqlı tərəfi odur ki, əslində bu Ermənistanda Qərblə Rusiyanın toqquşmasıdır. Çünki elə dünəndən başlayaraq Alen Simonyanın rəhbərliyi elədiyi parlament qrupu müxalifətçilərin həbsi və onların təbirincə desək, çevriliş planı ilə bağlı onlarla paylaşım ediblər. Reallıqda Paşinyan və qrupu dünənki həbslərə maksimum rezonans vermək üçün hüquq mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri ilə paralel olaraq düşünülmüş, əlaqələndirilmiş əməliyyat hazırlayıblar.
Hüquq mühafizə orqanlarının əməkdaşları ibtidai istintaq sirri sayılan materialları hakim partiyanın üzvləri sayəsində yayır, anlaşılmaz vasitələrlə əldə elədikləri şübhəli səs yazılarından çıxarışları dərc edirlər. Bununla yanaşı xalqın ünvanına təhqiramiz ifadələr səsləndirilib. Onlar təqsirsizlik prezumpsiyasını pozaraq məhkəmələrə təzyiq edirdilər ki, bir tərəfdən həbs cəzası versinlər, digər tərəfdən də xalqın rəğbətini qazansınlar, reytinqlərini artırsınlar. Aydındır ki, 2018-ci ildən bəri Paşinyan və qrupunun yeganə aləti parçalanma və düşmənçilik yaymaq, müxalifəti hədəfə almaq olub. Bəli, qeyd elədiyimiz kimi baş verənlər Ermənistanda Qərblə Rusiya qarşıdurmasıdır. Məlumdur ki, hakim partiyanın elitası qərbpərəstlərdən ibarətdir. Ölkənin əsas idarələrinə Qərb universitetlərinin məzunları və ya qlobal Qərbin kəşfiyyat xidmətinin himayədarları rəhbərlik edir. Məsələn, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qərb xüsusi xidmət orqanlarının əsas fiquru sayılır. Baş prokuror Anna Varda-Petyan Amerika Birləşmiş Ştatları səfiri Kristina Quinn ilə sıx işləyir və Londondakı Kral Beynəlxalq Münasibətlər İnstitutunun üzvüdür. Daxili İşlər naziri Arpin Sarkisyan təyinatdan əvvəl mütəmadi olaraq Amerika Birləşmiş Ştatları Dövlət Departamentinə islahatların gedişi barədə məlumat verirdi. Ədliyyə naziri Sribuy Qalyan ilk səfərini Amerika Birləşmiş Ştatlarına edib. Təhsil Nazirliyi də qərbpərəstlərin və Sorosçuların əlindədir. Elə bu komandanın ikinci Qaregini vəzifəsindən uzaqlaşdırmaq üçün konkret planları var. Paşinyan isə komandasına bildirib ki, patriarx istefa verməsə, kilsə əleyhinə etiraz aksiyaları keçirilməli, kilsə nümayəndələri daim anti-dövlət şəxslər kimi təqdim edilməlidir. Ehtimal eləmək olar ki, bundan sonraki proseslərdə də hələ çox insan həbs ediləcək. Hədəflərdən biri də keçmiş baş nazir Karen Karapetyandır. Bu şəxs Ermənistanda xüsusi nüfuza malikdir və Rusiya ilə əlaqəli şəxs hesab edilir. O, Paşinyan hakimiyyəti üçün təhlükə hesab edildiyi üçün yaxın vaxtlarda barəsində cinayət işinin açılacağı istisna edilmir.